Salam dəyərli yoldaşlar, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim bu gün sizlərə Məhəmməd Hüseyn Şəhriyarın Türkün dili qəzəlinin məzmun və forma xüsusiyyətləri haqqında ən vacib məqamları çatdıracağam. Sona qədər izləməyi unutmayın. Eyni zamanda kanalımıza abunə olmağı da yaddan çıxarmayın. Başlayaq. Türkün dili çox gözəl yazılmış bir əsərdir, bir qəzəldir. Sona qədər izləyin, başlayalım. Deyək ki, Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qaçsan bu əsl dil əsl olmaz. Təbii ki, burada olmaz sözü birinci beytin hər iki misrasında, eyni zamanda digər beytlərində demək ikinci misrasında burada istifadə olunur. Təbii ki, olmaz sözü burada rədifdir. Amma bizim şeirimiz rədifə görə adlandırılmayıb, demək Türkün dilidir. Yəni rədifə görə adlandırılmayıb. Türkün dili tək istəkli, sevgili dil olmaz. Ayrı dilə qaçsan bu əsl dil əsl olmaz. A kimi qafiyə edirəm. Sonra təbii ki, gələcək B, A, C, A, C-A və s. gedir. Deyir, Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qaçsan bu əsl dil əsl olmaz. Yəni Türkün dili çox istəklidir, çox sevgilidir. Biz bu dili götürüb başqa bir dilə, farsi, ərəbə qaçsaq, təbii ki, bu əsl dil olmayacaq. Çünki tərkibində qatqısı olacaq. Öz ləfsini farsça, ərəbcə qatması şeir oxuyanlar, eşidənlər kəsil olmaz. Əgər şair öz sözlərini farsça sözlərə, ərəbcə sözlərə qatmasa, yəni öz sözlərinin tərkibinə fars sözlər, ərəb sözləri qatmasalar, şeir oxuyanlar, eşidənlər kəsil, yəni yorğun olmazlar. Təbii ki, biz şeiri oxuyanda ərəb və fars sözləri oxuyanda daha yorğun oluruq, daha bezişdirici olur, elə deyilmi? Yəni əgər bir şair öz sözlərinə fars sözləri, ərəb sözləri qatmasa, şeir oxuyan təbii ki, yorğun olmayacaqlar, rahat şəkildə onu oxuyacaqlar. Şeirin gərək ehsas ilə, riqqətlə qarışsın. Kənd əhli bilirdilər ki, doşabsız xəş olmaz. Bir şeydə məqam qeyd edeyim yoldaşlar. Ümumiyyətlə, bu bütün beytlər demək olar ki, ikinci beyt birinci beytin açması olur və onu daha da möhkəmləndirir. Baxın, şeirin gərək ehsas ilə, hiss, duyğu ilə, riqqətlə qarışsın. Yəni, şeirin gərək belə deyək də, şeirdə hiss, duyğu, şəfqətlə qarışsın. İnsanın hissi olsun orada, duyğusu olsun. Aydın oldu mu? Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Bu xəşil, bəzən buna xaşıl da deyirlər, o undan bişirilən bir yeməkdir. Təbii ki, ona doşab qatırlar, bəhməz dilə, doşab dilə qatırlar və yəni doşabsız xəşil olmaz da. Yəni şeir də hissiz, duyğusuz olmaz. Şeir hissiz, duyğusuz olmadığı kimi doşabsız da xəşil olmaz. Necə doşab xəşil daha dadlı edirsə, şeiri də dadlı edən nədir? Onu təsir edən nədir? Onda olan bir hiss, duyğu, şəfqət da, aydın oldu mu? Bunu demək istəyir. Məndən nə zalım çıxar, oğlum, nə qisasdır. Burada oğlum müraciət formasıdır. Təbii ki, sonda Şəhriyar adını çəkir, müraciət etməsin, amma şeirin bir neçə misrasında biz demək, müraciəti görəcəyik. Məndən nə zalım çıxar, oğlum, nə qisasçı, bir dəfə bunu anla ipəkdən qəzil olunur. Yəni, mən çox belə deyək, çox məndən zalım çıxmaz, qisasçı çıxmaz, mülayim insanam. Bir dəfə bunu anla ki, ipəkdən qəzil olmaz. Qəzil təbii ki, o sərt keçid tükünə deyirlər. Yəni, ipək dönüb qəzil olmaz. Mən sakit adam dönüb qisasçı olmaram. İpəkdən də qəzil olur. Burada bir bənzətmə, müqayisə var da. Yəni, oğlum, mən sakit bir insanam da, məndən qisasçı çıxmadığı kimi ipəkdən də qəzil olmaz. Ötməz, oxumaz, bülbülü salsan qəfəs içrə, dağ daşda doğulmuş dəli ceyran həmin olmaz. Təbii ki, burada dilə qoyulan qadağa ilə bağlıdır. Qadağa işarə edib ki, yəni, əgər bir dilə sən qadağa qoysan, bir bülbülü qəfəs salsın, oxumaz. Amma bunu bil ki, dağ daşda doğulmuş dəli ceyran həmin olmaz. Həmin sözü sakit deməkdir. Yəni, sən bunu, əgər bir dilə qadağa qoysan, o oxumaz. Amma bunu da bil ki, dağ daşda doğulmuş dəli ceyran həmin olmaz. Sözlər cəvahir kimidir əsli bədəldə, yəni əvvəldən təşxis verən olsa, bu qədər zilzibil olmaz. Təşxis verən, yəni təmizləyən, ayıran, yəni sözlər qiymətli cəvahir kimidir. Amma yadda saxlayaq, əgər bunu təşxis verən olsa, təmizləyən olsa, fars sözlərinə qatmayan, fars sözlərindən ərəb sözlərini seçən olsa, bu qədər zilzibil olmaz, yəni dilimiz korlanmaz. Təşxis verən olsa, ayıran olsa, təmizləyən olsa bu qədər zirzibil olmaz. Şair ola bilməzsən ananda olması şair. Mütləq sən yaradılışdan şairdə olmalısan. Hər əlinə qələm alan şair olmaz.
Missən abalam, hər sarı köynək qızıl olmaz. Biz görürük ki, burada yəni mis də sarıdır, qızıl da sarıdır. Yəni sarı olsan da, missən də, dönüb sən qızıl ola bilməzsən. Anan səni şair doğmasa, şair ola bilməzsən abalam. Missən də, rəngin sarıdır, özün qızıl ola bilməzsən. İnsan odur, təbii ki burada r ifadəsi var. İnsan odur, tutsun bu zəli xalqın əlindən. Mən o şəxsə insan deyirəm ki, zəlil xalqın, fağır xalqın, zalim xalqın, əzilən xalqın əlindən tutsun. Allahı sevərsənsə, bu insan zəlil olmaz. Millət qəmi olsa bu cocuqlar çöpə dönməz. Millətin qəmini çəkən olsa, bu uşaqlar arıqlayıb çöpə dönməzdir. Çöp kimidirlər? Ərbablarımızdan da qarınlar təbil olmaz. Yəni, əgər millətin qəmini çəksələr, bu uşaqlar çöpə dönməzlər. Ərbablarımız, ərbab nədir? Ağa. Ağaların da qarınları şib təbilə bənzədir. Bu nağaraya. Yəni, qarınları şib təbil olur. O qədər yeyirlər, qarınları şib təbilə bənzər. Əgər millətin qəmini çəksələr, cocuqlar çöpə dönməz. Həmçinin ərbabların da qarnı şibo, demək təbil olmaz. Fars şairi çox sözləri bizdən aparmış. Sabir kimi bir süfrəli şair pəxil olmaz. Təbii ki, burada Sabir Azərbaycan şairlərinin, yazıçılarının, mütəfəkkirlərinin, dahilərinin ümumiləşmiş obrazıdır. Yəni, Farsın çox şairi bizim sözlərdən istifadə edir. Sabir kimi süfrəli bir kişi pəxil olmaz. Türkün məsəli, Türkün ədəbiyyatı, Türkün şifa xalq ədəbiyyatı, folkloru dünyada təkdir, bir dənədir. Xan yorğanı kəndisine məsəldir, mitil olmaz. Təbii ki, xan yorğanı qiymətli yorğandır, mitil isə o cırcındır olan yorğanı. Yəni, xan yorğanı kəndisine məsəldir, cırcındır olmaz. Bu Şəhriyarın təbi kimi çinməli çeşmə, təbii Şəhriyar öz təbini çinməli çeşməyə bənzədir. Köfsar ola bilsə, demirəm səlsəbil olmaz. Yəni, köfsar ola bilirsə, demək, səlsəbil də olacaq. Köfsar təbii ki, cənnətdəki bulaqdır, səlsəbil isə cənnətdə olan çaydır. Yəni, əgər bulaq olursa, təbii ki, çay da olacaq. Demirəm çay olmaz, çay da olacaq. Təbii ki, biz burada demək, Türkün dili qəzəlinə baxdıq. Qəzəldə burada formasına baxdıq, məzmununa baxdıq, qafiyə quruşuna baxdıq. Keçək indi burada demək, lüğət var, əsil nəcib deməkdir, əsli kökü olan deməkdir, köfsər cənnətdə bulaq deməkdir, ləfs söz deməkdir, kəsil tənbəl deməkdir, həmin sakit deməkdir, ehsas duyğu his deməkdir, gəzil keçi tükü deməkdir, riqqət ürək yumşaqlı şəfqət deməkdir. Baxaq indi əsərimizin demək təhlilinə. Əsər təbii ki, lirik növdədir. Qəzəl yanlarında biz bunu qafiyəsindən də gördük. Olmaz sözü rədifdir, amma rədifə görə adlandırılmayıb. Olmaz sözü rədif olsa da rədifə görə adlandırılmayıb. Türkün dili şeirin yaranmasının səbəbi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə, basqınlara məruz qalmaları, mənəvi varlığımız, adət-ənənələrimiz, dilimiz barədə sovinist dairələrinin böhtanları, şah dövründə ana dilimizin sıxışdırılması, bu dildə danışmağın qadağan edilməsi və s. Təbii ki, orada deyir, bülbül ötməz oxumaz bülbülü salsan qəfəs içirə. Bax, həmin ifadəni görür ki, təbii ki, burada dilimizə qoyulan qadağalar, ana dilimiz sıxışdırılması və s. bu şeirin yazılmasına səbəb olmuşdur. Şairin qənaətinə görə Azərbaycan dili əsl ana dili kimi bu dil danışanlar üçün əziz və istəklidir. Bu dil calaq sevmir. Türkün dili tək istəkli, sevgili dil olmaz. Özgə dilə qatsan, özgə dilə calaq etsən, bu əsl dil əsl olmaz ifadəsi. Bax, birinci misra deməz, bundan gedir söhbət. Başqa bir dillə qatılmaq onun təbiətinə yaddır. O elə qüdrətlidir ki, elə bir cəhd onun əsilliyində, varlığında özünü dərhal göstərir və qəbul edilməz. Bu dildə yazıb yaradanlar onun təmizliyini, saflığını qoruyub saxlamağa borcludurlar. Təşxis verən olsa bu qədər zirzibil olmaz. Baxın, həmin ifadənin burada asması var. Şairin fikrincə, dilə qadağa qoymaq, bülbül oxumaz, onu salsan qəfəs içirə, həmin misrada. Şairin fikrində dilə qadağa qoymaq, onun inkişafını, qarşısını sədd çəkmək deməkdir. Azərbaycan dili zəngin olduğu kimi xalqımızın folkloru ədəbiyyatda zəngindir. Bunu danmaq, onun inkişafını ləngitmək qeyri-mümkündür. İpəyin və qəzilin eyni olmadığını, hər sarı olan qızıla bərabər tutulmadığını deyən şair dəyərlərin, əşyanın və hissin daxilində olduğunu, demək ana dilimizin unudulmayacağını diqqətə çatdırır. Əslində bir ictimai mətləblərdə toxunulub, şeirdə millət qəmi çəkmək, uşaqlara qayğı göstərmək, xalqın əlindən tutmaq,
insanları zəlil vəziyyətə düşməsinin qarşısını almaq kimi ictimai məsələlərə diqqət çəkilmişdir. Şeirdən çıxan əsas nəticə budur ki, görək nədir? Dilə qadağa qoymaq olmaz, bu onun inkişafını ləngidə bilər. Şair qəzəldə öz qənaətlərini, fikirləri üstörtülü şəkildə yox, açıq şəkildə çəkinmədən ifadə, açıq şəkildə ifadə, o diqqət olur, açıq şəkildə ifadə edir. Qeyri-türklərin, başqa xalqların bu dildən faydalanması məsələsi şeirdə öz əksini tapıb, həmin misralarda satiri şairimi Sabirin adı çəkilir. Təbii ki, Sabir burada bizim mütəfəkkirlərimiz ümumiləşmiş obrazıdır, mütəfəkkirlərimizin ümumiləşmiş obrazıdır. Həsədə Azərbaycan dili ilə bərabər folklorumuzun da zəngini vururlar. Şeirdəki türkün məsələ ifadəsi zərb məsəl mənasındadır. Həsədə doğma vətənə olan məhəbbətdən yox, ana dilimizə olan sonsuz məhəbbətdən söz açılır. Həsədə müəllif azadlıq uğrunda mübarizə çağırış etmir, xalqı üsyan səslənmir, milli dəyərlərimiz olan dilimizə türk hökmdarlarının biganə yanaşması məsələsinə isə toxunulmur. Əsərdə hər sarı olan şey qızıl olmadığı kimi, hər kəsdə şair ola bilməz fikri verilib. Şair olmaq üçün anadan şair doğulması. Türk sözləri cəvahirə bənzədilib, dilimiz alınma sözlərdən təmizlənsə, təşxis verən olsa, sözlərimizdə bu qədər zirzibil olmaz. Fikir öz əksini tapıb. Bülbül qəfəsə salınsa, o oxumaz, dağda doğulan, azadlığı alışan ceyran sakit olmaz, həmil olmaz. Fikirlə şair dilə qadağa qoymaq olmaz fikri ifadə edib. Əsərdə həmçinin doşabsız xəşir olmaz kimi, hissiz, duyğusuz, rıqqətsiz də şeir olmaz fikri də ifadə olunur. Türkün dili şeiri dilin aydınlığı, yerinə düşən sözlərin seçiminə diqqəti çəkir. Şeirdə eyni bir sözün təkrarı, fikrin daha qabarıq ifadəsinə imkan yaratdığı kimi güclü ahəngə də səbəb olur. Birinci beytdə dil, əsil, sonraki beytlərdə şair, insan, zəlil bu qəbilədəndir. Şeirdə yaxın məna sözlərin, ötməz, oxumaz, fərqli leksi mənalı kəlmələrin oxuyanlar, eşidənlər işlənməsi onu həm məna dərinliyi, həm də təkrarsız gözəlliyini demək gətirmişdir. Ayrı-ayrı beytlərdə ifadə olunmuş fikirlərin daxili nitqi əlaqələri, bütün bunlar tutarlı ifadə edən söz və misralar, uğurlu qafiyə sistemi, mükəmməl forma və s. əsərin kamilliyini təsdiq edən cəhətlərin mühüm bir qismidir. Həcmlə kiçik olan türkün dilində ciddi mətləblərə toxunulmuş, talihli problemlər qaldırılmışdır. Əsərdə həm bunların bədii yolları göstərilmiş, diqqətli olacaq ki, qaldırılan problemlərin bədii həll yolu göstərilir. Bəzən deyir ki, Məhəmməd Hüseyn Şəhriyar üstörtülü şəkildə toxunmuşdur ki, üstörtülü şəkildə toxunmayıb, qaldırdığı bütün problemlərin bədii həll yolunda göstərmişdir. Deməli, şeir ideya baxımından daha zəngindir. Belə dəyərli yoldaşlar, türkün dil əsəri haqqında ən vacib məqamları diqqətini çatdırdım. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir videozatda görüşəcəyik. Minnətdarım.